Qalxan tuturur zərbə küləkdən gəlir əslində. Qalxan tuturur zərbə küləkdən gəlir əslində. Söz mənəvi məhsuldur ürəkdən gəlir əslində. Söz mənəvi məhsuldur ürəkdən gəlir əslində. Dostlar belə hörmətlidir, izzətlidir bir başqa. Bu qalfiyə əntiqədir, ləzzətlidir bir başqa. Yarım o qədər ətri təravətlidir bir başqa. O ətrinə güldən nə çiçəkdən gəlir əslində. Yox məncə mən dilbərin ətrafda bir oxşarı. Eşqin qəmin aşıqlərə bəxş etmiş uzatları. Kəndimcə mənim yarına heç zülm eləməz yarı. Aşıqlərə işgəncə fələkdən gəlir əslində. Möminləri xəlq eylədi təqvalı böyük tanrım. Hikməti dəryalı sözü mənalı böyük tanrım. Çox şey yaradıb sirli müəmmalı böyük tanrım. İnsan özü bilmir neyneydən gəlir əslində. İnsan özü bilmir neyneydən gəlir əslində. Yaxçar fələk dərdinə məlhəm verir insana. Gah dərdi qara bəxş edir qəm verir insana. Öz şadəli git mənəvi görkəm verir insana. Məhşonda qızıldan nə bəzəkdən gəlir əslində. Məhşonda qızıldan nə bəzəkdən gəlir əslində. İnsanı deyənlər deyəcək ağzı olur cəhdə. İcral elə bir gündür olur bir günü bir həftə. İnsanlı xuda xəlq eləyib surəti əşrəfdə. Dünyada nə cindən nə mələkdən gəlir əslində. Dünyada nə cindən nə mələkdən gəlir əslində. Hamın adın dəftərə divanı yazıb yarım. Şən kəndisidir dövrünə pərvanə yazıb yarım. Bəlkəmdə tamam başqa bir ünvana yazıb yarım. Mən gözlədiyim namə küləkdən gəlir əslində. Mən gözlədiyim namə küləkdən gəlir əslində. Əynin desələr düz deyil ay başma dönüm bunlar. Söz altışına söz deyil ay başma dönüm bunlar. Mən söz demirəm söz deyil ay başma dönüm bunlar. Haqdan süzülən bal tətəkdən gəlir əslində. Haqdan süzülən bal tətəkdən gəlir. Bir qalsı qalan şeydirsə bir qaldı keçən şeydir. Şair ürəyindən sözün ismaltı keçən şeydir. Zənnimcə mərifət bəşərə zafı keçən şeydir. Hər körbənin əxlaqı bələkdən gəlir əslində. Hər körbənin əxlaqı bələkdən gəlir. İnsanlara hörmət eləyir süt pulu var qardaş. Çağənən şəxsət deyiblər ərvah pulu var qardaş. Hər bölgənin öz qiyməti var məhsulu var qardaş. Ən əntiqə şarbov Gədəbəydən gəlir əslində. Ən əntiqə şarbov Gədəbəydən gəlir. İnsanları uçurum tərəfə sövq edən iştahdır. İnsanları xəlq eyləyən alçağı böyük Allahdır. Elmin şəhəri xətmi rəsul qapsıya